Bilirsinizmi rubrikasının yeni buraxılışında xoş gördük hər birinizi. Bugün cavabını təqdim edəcəyimiz sual nitq inkişaf ləngiməsi hansı hallarda psixi inkişaf ləngiməsinə səbəb olacaq? Nitq inkişafının ləngiməsi psixi ləngimə demək deyil. Nitq uşağın özünü ifadə etmə, ünsiyyət qurma və öyrənmə vasitəsidir. Uşaq yalnız danışmaqda çətinlik çəkirsə, lakin sualı başa düşür, müraciəti anlayırsa, bu nitq inkişaf ləngiməsidir. Danışığında gecikməsi olan uşaqların nitqinə vaxtında müdaxilə edilmədikdə uşaq bildiklərini ifadə edə bilmir, bu isə beyində psixi prosesləri ləngidir. Lakin uşağın nitq ləngiməsi ilə yanaşı anlama bacarığı da zəifdirsə, oyun zamanı yaşlıları ilə əlaqə qurmursa, sosial qarşılıqlı əlaqələr yoxdursa, bu hal psixi inkişaf ləngiməsi ehtimalını artırır. Nitq inkişaf ləngiməsi ilə psixi inkişaf ləngiməsi bir-biri ilə sıx bağlıdır. Qeyd edək ki, hər iki ləngimənin yaranmasına endogen, eksogen və irsi amillər səbəb ola bilər. Kompleks müayinə və müalicə nəticəsində mövcud inkişaf ləngimələrinin aradan qalxması mümkün ola bilər.